Mən fitnə fəsadın gözünü kör qoydum. Məndən başqa heç kəsin bu zülmət dalğasına qarşı durmağa cürəti satmazdı. Ey cəmaət, məni itirməmişdən əvvəl soruşun. And olsun canım əlində olana, bu gündən qiyamətə qədər baş verəcək hər azğınlığı, hər hidayəti, o fitnə dəstələrinin önündə gedənlərini də, qovanlarını da sizə tək-tək deyə bilərəm. Mən getdikdən sonra elə çətin günlər gələcək ki, dünya sizə dar olacaq. Ən böyük qorxum Bəni Ümeyyə fitnəsidir. O, kör və qaranlıq bir bəladır. O vaxt gələcək ki, sizləri qoca, azğın bir dəvə kimi tapdalayacaqlar. Haqq gizlənəcək, bəlalar hər tərəfə külək kimi yayılacaq. Elə bir gün gələcək ki, Qureyş məni bircə anlıq görmək üçün bütün dünyasını verməyə razı olacaq. Amma mən aranızda olmayacağam.